Bizə dəyər verən, yəni bizi tərifləyən, xeyr əzizim. Bunlar başqa-başqa kateqoriyalardır. Bizi tərifləyəlandan tərifləyir, o yox. Dəyər verən, bu başqa bir şeydir. Mən sənə inanıram. Dəyər verməyi kimdən öyrənək? Allahdan öyrənək. İnsana xəlifə deyir. O iz qalə rabbuka lil mələikəti inni cailun fil ardı xəlifə. Rəbbim mələklərə dedi, mən yer üzündə xəlifə, xəlifə yəni canişin. Yəni nümayəndə. Görün nə qədər böyüdür insanın məqamı. İndi təkcə bu ayə deyil, digər ayələrdə də. Məsələn, o maraqlı ayələrdən biri nədir? İnsana dəyər verən ayələrdən biri. Allah insanı özünə tərəf müqabili seçir. İn kuntum tuhibbunallah yuhibbukum. Əgər Allahı sevsəniz, o da sizi sevəcək. Söhbətə bax, özünü insandan tərəf müqabili eləyir. İnsan gör nə qədər dəyərli varlıqdır.